Beyt, Esselamu Aleyküm Ehl-i Diyar, Esselamu Aleyküm Ehl-i Kudur, Tavrat, Vare, Kur'an, Ehl-i Kitap, İbrahim ve Ali İbrahim, Cenab-ı Resulallah, Rahmallahum Adel, Suret-i Fatiha. Allahümme salli. Hazırda Tovuz rayonunun Dondarquşçu Şəhidlər Xiyabanındayıq. Bugün qəhrəman şəhidlərimizdən olan antiterror döyüşlərinin igidi, qəhrəman şəhidi Qasımlı Nicat Elşənoğlu'nun doğum günü qeyd olunur. Bizlər hər zaman olaraq Tovuz Turan Şəhid Ailələri Birliyi olaraq şəhidimizin ziyarətindəyik və digər bölgələrimizdən də qəhrəman şəhid əmanətləri var. Allah hər birinin ziyarətini qəbul eləsin. Allah hər birinə səbir versin. Nicatımızın timsalında cümlə Azərbaycan şəhidlərinin ruhu şad olsun. Ruhun şad olsun. Şəhidin doğum günün mübarək olsun. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Bugün mərhum Əhl-i Qəbir Elşənoğlu Nicat balamızın, şəhid balamızın mövlud günüdür. Ruhu şad olsun. Rəbbimiz haq dünyasını versin. Amin. Allah sizlərdən də razı olsun ki, gəlmişsiniz, ziyarət edirik hamımız. Dinimizin qurduğu qayda qanunlardan, İslami dəyərlərlə, böyük hörmət və ehtiramla və bizlərin də borcudur ki, Qur'an-ı Kərimdən cəmiyyən şəhidlərimiz, ruhlarımız, cümlədən şəhid balamız, Nicat balamız ruhuna hədiyyə eləyək. Qürbətən illallah və Allahu Ekber, Allahu Ekber, İllahul Həmd. La ilahə illallah. Amin. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elif lam mim. Zalikel kitabu la reyb fihi hudan lil muttaqin. الذين يؤمنون بالغيب ويقيمون الصلاة ومما رزقناهم ينفقون والذين يؤمنون بمنزل إليك ومنزل من قبلك وبالآخرة هم يوقنون أولئك لا يغزر من ربهم وأولئك هم المفلحون
Sadakallahu aliyyul yazim ve sadaka ve bellana rasuluhu nebiyyun kerim ve nahnu ala zalike mineşşehidine ve şakirin ve amin. Hər bir şəhidimiz bizim üçündür, qəhrəmandır. Hər biri dillərə dastan olan igidlərdir. Allah hər birinin ruhunu şad eləsin. Bizim, yəni sıravi insanların, fərq etməz sıravi insanların, vəzifə sahiblərinin, peşəsinin vəzifəsindən asılı olmayaraq, hər bir kəsin borcudur ki, şəhidlərimizi daim ziyarət eləsin. Onların ailəsinin ziyarətində olsun. Ruhunuz şad olsun igidlər. Haqqınızı bizlərə halal eyleyin. Yenidən qeyd edeyim ki, bugün qəhrəman nicatımızın doğum günü qeyd olunur. Çox ağır bir görüntüdür. Çox çətindir ata-ana üçün. Məzar daşı önündə ad günü keçirtmək hər bir ata-ana üçün çox çətindir. Allah cəmiyyət şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin, müharibə iştirakçılarına can sağlığı versin. Amin. Allah uca olan, böyük olan, gözəl bayrağımızı daha da uca eləsin. Çox sağ olun, var olasınız, Allah qəbul eləsin. Cəm şəhidlərimizin ruhunu şad eləsin. Bu günləri rayonumuzun insanları və müxtəlif rayonlardan burada iştirak edən şəhid ailələri var. Hər birinizin qarşınızda baş əyirəm. Hər biriniz bir qəhrəman anası atasısınız. Allah ruhunu şad eləsin şəhidlərimizin. Allah səbr versin deyək, ondan başqa nə deyəcəm. Ruhu şad olsun. Məqamı, şəhidimizin məqamı budur ki, nə qədər desəniz ki, özümüz, öz ailə içi yəni keçiriləcək, amma görürsünüz başqa rayonlardan da, başqa yerlərdən də, rayonumuzun şəhid ailələrindən də. Bu da sizin yanınızda olan insanlar var, sizin tək qoymayan insanlar. Şad olsun. Biz bu yaxınlardan mən buradan bir şeyi elan edilmək istəyirəm, hər kəs bilsin. Nizatın şəhid olduğu yerə getdik, orada ziyarət etdik, oranı güldən çiçəklə bəzədik. Və həmən yeri biz paylaşım elədik sosial şəbəkədə. Ağdərədən olan insanlar orada çıxdılar, hamısı fikir bildirdilər ki, həmən yer, Nicatın şəhid olduğu yer bizim illər öncə də ziyarətgahımız olub. Biz həmişə oranı ziyarət etmişik, ora bizim ziyarətgah olubdur. Sadəcə olaraq düşmanlar oranı dağıtmışdı. Bizim orada şəhidlərimiz, Nicat kimi qardaşlarımız bir daha həmən yeri ziyarətgaha çevirdi. Allah ruhunu şad eləsin zəm şəhidlərimizin. Necə ki, mən həmişə deyirəm ki, igidlərimiz tək torpaq almadılar. Hər bir kəndə el-obaya su da çəkdirdilər. Yəni, hərəsi öz şəhadəti ilə başqa-başqa da işlər, şəhadəti ilə belə işlər görürlər. Tək torpaq almaqla kifayətlənmədilər. Allah hər birinin ruhunu şad eləsin. Var idi ki, rayonumuzdan götürək. 44 günlük vətən müharibəsindən qabaq rayonumuzda bir stəkan su istəyərdinsə, kimisə qapısını döyməliydin. Bəli. Kimisə narahat edib ondan su almalıydın ki, yəni bir stəkan su ver və ya nəyəsə ehtiyacdır. Amma bugünkü günü şəhidlərimizin hesabına demək olar ki, Tovuz rayonunun hər bir küçəsində şəhid adına bulaq var. Yəni kim harda istəsə orada saxlayıb o sudan istifadə eləyə bilər. Allah ruhunu şad eləsin. Yəni şəhidlərimizin bax məqamı budur. Şəhidlərimizin məqamı budur ki, rayonumuzu da su ilə təmin elədilər. Əlbəttə ki. Gələn qonaqlara, Nicadın qonaqlarıdır hər biri. Hər birinə təşəkkür edirəm. Allah hər birinizə can sağlığı versin. Elvan müəllim qeyd elədiyi kimi, nə qədər dediyi öz ailəmizdə keçirək. Çünki qabaqdan ili də gəlir, ilinlə ad günün arasında bir şey yoxdur. Yenə də sağ olsun gələn qonaqlar, Nicadın qonaqlarına hər birinə təşəkkür edirəm. Dostlar, tanışa, qardaşa, başda şəhid ailələri olmaqla, uzaq rayonlardan gəlirsiniz. Vallahi əziyyət çəkibsiniz. Hər birinizə təşəkkür edirəm. Rayonumuzda olan şəhid ailələrinə hər birinə təşəkkür edirəm. Allah sizə can sağlığı versin. Biz bununla təsəlli tapırıq bir-birimizin yanında olmaqla. Nicadın şəhid olduğu yerə gedəndə vallahi o qədər adam getmişdi. Yəni
Elçin müəllim bir sözü var, deyir ki, şəhidə gərək birinci öz yaxınları dəyər verir. Öz yaxınları dəyər verməsə, qıraqdan o heç nə gözləmir. Cəmaət də görür ki, biz öz şəhidimizə dəyər veririk, sağ olsun. Hər bir cəmaət başımızdadır. Hər bir cəmaət yanımızdadır. Sağ olsun. Allah millətimizi qorusun. Allah dövlətimizi qorusun. 20 sentyabr Nicadın şəhadətə ucaldığı gündür. Həmin günü həqiqətən də həm fəxr edirəm, həm kədər çəkirəm. Çünki dövlətimiz həmin günü 20 sentyabr suverenlik günü qeyd elədi. Azərbaycan bayram eləyir. Ancaq biz şəhid adsız çəkirik. Yenə də fəxr edirəm. Allah dövlətimizi qorusun. Allah millətimizi qorusun. Şəhidlərimiz üçün Elşən o da bayramdır. Çünki şəhadətə ucaldığı gündə hər zaman söyləyirlər ki, şəhadətə mübarək olsun. 2 qat onlar üçün Yenə bayramdır. də deyirəm də, mən onunla da fəxr edirəm ki, bu gənclər, dövlətimiz həmin günü bayram eləyir. Suverenliyinə qovuşdu. Antiterror günü neçə də rayonlar alındı. Allah cəmaətimizi qorusun, dövlətimizi qorusun. Hər birinizə təşəkkür edirəm. Bu gün Nicadın ad günüdür. Mən üzr istəyirəm böyüklərdən, uşaqlarıma heç vaxt restoranda zadda, heç vaxt ad günü keçirməmişəm. Ancaq indi şəhidə keçirməliyik. Şəhidin ad günü, mövludu keçirilməlidir. Çox sağ olun. Allah dövlətimizi qorusun, yenə deyirəm, millətimizi qorusun. Mən bir üzr istəyirəm hər kəsdən. Deməli, ora gedən insanlar hamısı şahid oldu. Ora bir düzənlik bir yerdir. Yəni biz istəsək də orada yəni o işi görə bilməzdik də. O Allaha qurban olum. O şəhidin şahadəti orada bizim işimizi o qədər yüngülləşdirdi. İnanın Allaha ki, biz heç nəyə demək olar əlimizi işə vurmadıq. Onun suyu, şebeni, hər şeyi gəldi bax orada şirkət var idi. Mən onların hər birinə minnətdarlığımı, təşəkkürümü bildirirəm. Onlar orada bütün texnika ilə nətər özləri səfərbər oldular, o işi gördülərsə, biz özümüz dəhşətə gəldik. Çünki biz İstəsək də belə biz onu orada yarada bilməzdik. Düzdür, Şənata Qarabağın düzündə biz o düzənlikdə biz hardan aparacaqdıq o su maşınını, hardan aparacaqdıq texnikanı. Amma Nicatın şahadəti onu bizə orada o qədər rahatlıq oldu ki, inanın Allaha ki, istəsən belə nə qədər pul töksən, o düzənlikdə o qədər texnikanı tökə bilməzdin ki, orada o iş görülsün. Mən onlara da şirkət rəhbərlərinə də, hər kəsə, əziyyət çəkənlərin hər birinə buradan öz minnətdarlığımı, təşəkkürümü bildirirəm. Məncə onun mənası odur ki, nə qədər xalis olduğunu göstərir. Nə qədər xalis, səmimi olubsa, ona görə həm bir müqəddəs ziyarətgahı Ona həmişə Elmar müəllim onu həmişə hər yerdə deyir, onun dilinin əzbər ki, hər şəhidin özünün qisməti var və hər kəsin gör nə qədər xalis olublarsa, nə qədər səmimi olublarsa niyyətlərində. Bəli, elədir. Şimdi siz onu paylaşandan oraya gidenden valla ben hele özüme gelebilmemişim de bütün yol boyu təsəvvür edin 6 ilim benim bir yana oldu. O çəkiliş, o video. Herden istedim ki çaş ordulaydım. Belki de bacarmazdım, gözebilmezdim. Yani bizim yanımızda sakit. Görsene Nicatın anasının orada mən fəryadır. Necə evlat ikisi ona necə bir sanki mən tərdimi qəlbini açıb danışırdı orada. Onun əzabları məni heç çox narahat elədi. Nə bilim, yenə uzaqdan, yaxından gələn şəhid ailələri. Hər birimizə mən də öz adımdan təşəkkür edirəm. Allah hər birimizə səbir versin. Nə qədər qürurlu olduğu qədər də, fəxrli olduğu qədər də. Mən bunu həmişə deyirəm, ata, ana üçün çox çətindir. Şəhid adı o qədər ağırdır ki, vallah, Allah yaşamayanlar yaşamasın onu. Elə bir ağır yükdür ki, çəkə bilmirik. Dayananlar var, yol davam eləməyənlər var, analar, atalar var, çəkə bilmir. Allah dözüm versin, səbir versin, bizə çəkə bilək bu ağır yükü. Hər birinizə təşəkkür edirəm. Bugün Nicatın ailəsinin yanında olduğumuz üçün 23 yaşının 3-cü mövludur ki, ana onu onsuz keçirir. Torpaq altında arzuları qaldı, nakam ömrü qaldı, amma yoxluğundan da hər kəsə, sevənlərinə qürur verdi, başucalığı verdi, şəhidə dəyər verən, onun əziyyətini dəyər verən, onun məqamını, qiymətlərini hər kəsdən Allah razı olsun. Hər kəsin könlündəki şəhid sevgisi var, vətən sevgisi var, onun ailəsinə sevgi var. Allah onlardan qat-qat razı olsun, hər kəsdən. Qananlar qanır, başa düşənlər düşür, düşməyənlər də, ötəri baxanlar da ki, nə bilim, mən onlara deyərdim ki, qanı onun Azərbaycanlı qanı deyil. Allah hər birimizə səbir versin. Bu ağır dərd çəkməyə. Buyurun, ana.
Uzaqdan yaxından gələn hər kəsi salamlayıram. Xoş gəlmisiniz. Bizim nicatımızın 23-cü il dönümünə. Çətindir. Bir ananın evladının yaşını, ad gününü məzarda qeyd eləməsi, nə bilim, çox ağırdır. Artıq 6 ildir mən yaşayıram. 6 ildir bunu mən çəkirəm. Sərin Güldüz deyir. Həqiqətən də adam hər şeyi buraxıb qaçıb gizlənmək istəyir, hamdal elə durmaq istəyir. Çünki o yük insanı o qədər sarsıdır ki, şəxsən mən çox dözümlü bir insan idim, amma daha sarsılmışam, daha taqətim qalmayıb. Bəzən çevdən belə çıxıb getmək istəmirəm. Çox sarsıtdı balalarımız bizi. Amma bircə dənə ad var, şəhid adı. Azərbaycanın torpaqlarını bütövlüyünü təmin edib, özləri həyatda olmayan oğullarının adı bizi həmişə qürurlu olmağa səsləyir. Var olmağımızı bir daha sübut eləməyə səsləyir. Mən də izlədim əvvəldən axıra qədər Nizatın Ağdərə çöllərində, o düzəngahda, o gedən işləri, getməyinizi, ziyarət eləməyinizi mənim də ürəyimdən keçdi. Kaş xəbərim olaydı, mən də gedəydim. Mən də orada olaydım. Amma xəbərim olmadı. Nə deyim, hamıya səbir arzulayıram. Mən Allahdan bir dənə arzum var ki, şəhid ata analarına Allah bizə səbir versin, ölənə qədər o yükü çiynimizdə daşıya bilək, o yükün ağırlığına dözə bilək. O qanmaz, onsuz da bizim dəyərimiz özümüzdən başqa heç kim başa düşəsi deyil. Ən yaxınımız belə bizi başa düşə bilməz ki, biz nə yaşayırıq. Bu həqiqətən də bunu biz valideynlər bilirik, başqası belə bilməz. Allah sizə də can sağlığı versin Gülnaz xanım, Elmar müəllim. Bu birliyi qorumaq üçün əlinizdən gələni eləyirsiniz. Bizim bir yerdə olmağımız üçün əlinizdən gələni eləyirsiniz. Biz hamımız bəyək yolda da demişəm, yorulsaq da, usansaq da siz usanmadınız, yorulmadınız. Şəhidlərin təbliğindən. Çox sağ olun. Təşəkkür edirəm. Və xalqımdan, elimdən istəyim, arzum odur ki, bizi dərd yora bilər, bizi dərd əyə bilər. Amma şəhidlər yaşamalıdır. Şəhidlər həmişə təbliğ olunmalıdır. Xalqımızın, elimizin, obamızın birliyi şəhidlərə bağlıdır. Onu bu dünyaya şəhidlər sübut elədi ki, Azərbaycan xalqı yenilməzdir. Ona görə də şəhidlərin təbliği həmişə getməlidir. Əslində elə şəhidlərimiz birlik simvolu oldular. Bəli, birlik simvolu. Orada olanda heç kim demədi, mən Tovuz uğruna gəlmişəm, mən Gəncə uğruna, mən Qazax uğruna və yaxud da hamısının bir amalı oldu. Vətənimizin bütövlüyü, bəli. Biraz bizə təsəlli verən, bizi yaşadan odur ki, indi məsələn biz ana bazıda mən də tək oğul anasıyıq, tək oğlumuzu, ümidimizi, varımızı, yoxumuzu, keçmişimizi bağlanıb yaşadığımızı və gələcək arzularımızı bağlanıb yaşadığımızı, keçmişimizi, gələcəyimizi torpağın altında qoymuşuq da nə belə yeganə ümidimizi. Bir də başımızı qaldıranda, sizləri görəndə biraz sizi yaşadan odur. Həmişə uzağa da gönlünüz tutuş, əliniz çatmasa çox xahiş edirəm. Ən azından kəndinizin, elinizin, kəndinizin şəhid ailələrinin yanında olun. Hər kənd öz şəhid ailəsinin, şəhidin yanında olsa, ailənin yanında olsa. Bir də biraz bizə ümid verən odur ki, baxanda sizləri görən deyirik, doğrudan da əbəs yerə getməyiblər. Əgər belə sevgiyi qazanıblarsa da, bir belə milləti, oğlanları bizə oğul, qızları qız eləyib, qardaş bacı eləyiblərsə də bir təsəllimiz odur. Ki, hər zaman bizləri tək buraxmayın. Ən azından mövlud günlərində, il günlərində ki, başımızı qaldırana qoy yanımızda insanlar görək. O bizə təsəllidir. Kiminsə əlini çiynimizdə görəndə, başını başımıza sökənən görəndə, o bizə təsəllidir ki, deməli biz yaşamağa dəyər. Bax, bir təsəllimiz odur. Allah sizləri var eləsin. Qeyrətli oğlanlarımız, qızlarımız, ürəyinizə, qeyrətinizə qurban olum deyəcəm sizə. Elə demin ana. Sizlər bizim başımızın tacısınız, böyüksünüz. Biz sizləri örnək bilirik. Siz bizim qürur mənbəyimizsiniz. Allah sizlərin hər birinə uzun ömür, can sağlığı versin ki, bizim hələ sizdən öyrənməli çox öyrənəcəyimiz şeylər var. Səbrimiz, gözümüz bizə dəstək olanlardır. Bəli, elə Elmar müəllim onu elə həmişə bəli. Səbir verən Allahdır. İnşallah, amma əsas səbir sizlərsiniz, yanımızda olanlardır. Nə qədər çox təhlənsək, tək qalsaq, o qədər də tez məhv olarıq.
Allah sizlərə ömür versin. Bu vətəndə bəzən inansız ana deyir, mən hələ o duyğulardan çıxa bilməmişəm, hələ o anlardan çıxa bilməmişəm. Aman ana, gah çəkildim, biraz ayrıldım, gah ağladım, gah güldüm. Uşaqlar gördüm, uzanıblar cıdır düzündə oynayırlar. Uşaqlar gördüm, nə bilim gənclər gördüm, otururlar, oynayan var, danışıb gülən var. Bir anlıq o deri içimdən o gələn haykırtı sizin üçün oldu. Elə bir sizin adınızdan adam baxır ki, yəni mənim evladım, yəni belə. Amma çox üzr istəyirəm Ayaman ana. Bir yandan da yəni heç kimə ağır getməsin. Əlbəttə ki, istəyirsən körpələr elə gəlsin o torpaqda, oynasın, gülsün. Nə qədər şaddır. Bəli, Uşaqlara bəli, deyir, gülürlərsə, bəli. xoşbəxt gəzirlərsə, onların ruhu şaddır ki, Qürur verici bir Bəli, görüntüdür da. Çünki hamı bu gözəlliyi körpəsinin sizlərə əlindən yaşatdıq sonra biz. gətirir. Bəli. Onlar özlərini Siz orada rahat 6 il sonra gedibsiniz də. Biz hazır deyildik Ayaman mən ana. hələ də Mən, hazır deyiləm. mən 2021-ci ildə o torpaqlara ilk dəfə ayaq basanda, mən Cıdır düzünə çıxanda, mən o qayanın başına çıxıb Elmarı çağıram. Mən elə bilirdim ki, onların hamısı orada mənim üstümə gəlirlər. O şeyləri yaşamaq, bilirsən nə qədər çətindir. İnsanlar yeriyəndə az qalırdım, bir də tutan Eynən o hissləri yaşadım bəli. Əxlamıq orada bizim balalarımızın qanı tökülür. Gülüsü var, zarımsı. Orada elə bir hər çiçəyi görəndə, hər gülü görəndə, hər otu görəndə, hər yarpağı görəndə elə bilirəm ki, orada Elmarın ruhu var, orada Elmarın nəfəsi var, şəhidlərin nəfəsi var. Yəni o şeyləri mən neçə dəfə təkrar getdim, yaşadım. Bəlkə də o məni tükətdi, bəlkə də o məni yıxdı. Mən Əslində hiss edirsiniz Mayna, elə də rahat deyil oraya addım atmaq. yox, heç rahat rahat deyil. deyil. Yox. Düzdür, getmək adamın ürəyindən gəlir, gedim. oraya Mənim addım atanda ixtiyarım fəryad edirsən ki, bala. İxtiyarım əlimdə olsaydı, mən elə orada qalardım. Oradan addım atmazdım. Mən oradan geyinib durub gələndə bir Mahir Ələkbər məktəbinin müəllimləri şahiddir. Hamısı yanımdaydı. Hamısı gələndən sonra dedi, biz səni heç bilə bilməzdik. Mənim boynum geri yanımda qaldı. Elə bildim Elmar arxamda çağırır. Canım məni burada züfarə edirsən. Elmar düzdür. Ətdim sağ salamat dəfn elədim. Ancaq mən elə bilirəm Elmar oradadır. O ağaçların dibində, o daşların Elə dibində. bilirəm, son bir ümidim var. Hər yerdən elə üzülüb, son bir ümidim var ki, oradadır. Qorxuram. Gedəm oradan da əli boş gələm, o ümidim üzünə. Bax ona görə mən risk edib gedə bilmirəm hələ ki. Hazır deyiləm. Benim bu Cəlabadda yaşayıram. Mən Cəlabada gedə bilmirəm. Elə bilirəm getsəm, Hacərim gəlmişik. Hacərimi gözləyirəm. Bütün gələn qonaqlara xoş gəldin deyirəm. Həqiqətən bizi yanımızda oldunuz, dəstək oldunuz. Mən sizləri görəndə elə bildim qardaşlar da bir yerə yığılıb. Mən sıra gün Hacərinin iş yoldaşı mənə zeyt alanda dedi ki, ana səni toyuma dəvət edirəm. Elə bildim Hacı dedim, Hacər'in əvəzinə gəlmişdir ikinişim. Elə bildim Hacər'im yaşayır. Elə oğullarla mən fəxr edirəm. Elə oğullar O qədər deyil əziz söz var ki, yol boyu danışa gəlmişəm ki, gedim onu deyirsən. Ne bir de kelime deyirəm, qurban olum onlara. Onların aldığı, nəfəs aldığı, ayaq basdığı torpaqlara. Mən bu yaxınlarda Xankəndinə getdim. Hacəli Xankəndində şəhid olum. O dağın başına çıxdım. Sığırdım ki, ay acı, yenə gəlmişəm ay oğul. Ancaq düşdüm evlərə girdim, baxdım ki, hər uşağımızın adları var. Tovuzun adları var. Həm bütün rayonların adları var. Onda fəxr elədim ki, ay oğullar, siz burada hamınızın rayonların adlarını yazırsınız. Hər evin içində, hər evin içində rayonların bir adları var. O oğulları ölümdən, o atdıqları torbağa ölümdən. Yenə də ata-ana. 3 gündür mən sizin orada paylaşdığınız baxandan ölürəm. Nəfəs alamıram. Deyirəm, töküldüyü qanınız töküldüyü yerə torpaq ölüm mən. Allah sizlərə səbir versin ata-ana. Həqiqətən çox çətindir. son nəfəsini verdiyi yer, ay Allah. Mən Samux rayonundan gəlmişəm.